Other accounting concepts. Other accounting concepts. Digər mühasibatlıq konsepsiyaları. Biz biraz əvvəlki videoda danışdıq mühasibatlıq maliyyə informasiyasının əsas yaxud fundamental keyfiyyət xarakterlərindən, hansılar ki, relevance və faithful representation idi. Biz sonra danışdıq relevance'ın tərkibində materiality'dən, faithful representation tərkibində substance over form'dan. Biz sonra keçdik əlavə keyfiyyət xarakterlərinə, hansılar ki, informasiyanın müqayisə oluna bilməliyi, müqayisə olunması, onun təsdiq olunması, vaxtında çatdırılması və başa düşülməsini əhatə edirdi. İndi isə biz əhatə edəcəyik digər mühasibat uçotu konsepsiyalarını. Burada biz 3 haqqında danışacağıq. Birincisi olacaq fair presentation. Fair presentation dedikdə biz nəyə nəzərdə tuturuq? Yəni, informasiyanın ədalətli formada təqdim olunması. Əgər biz informasiyanı yaxud maliyyə hesabatlarını balance sheet və profit loss statementləri deyiriksə ki, IFRS standartlarına uyğun hazırlayırıq. Fair presentation bu haqda olar ki, balans sheetin daxilində olan bütün aktivlər, passivlər, kapital, P&L'in daxilində olan bütün income, expense, digər ünsürlər hamısı tam olaraq IFRS-in tələbatlarına cavab versin. Və elə hal olmasın ki, harada ki biz IFRS-i tətbiq etməliydik, amma eləməmişik. Yəni, bu hallar hamısı ödəndikdə biz nəticə çıxara bilərək ki, informasiya fair presentation'dır. Yəni, informasiya ədalətli formada təqdim olunub bizə. Bu bir, yəni buna nömrəsini qoyaq. İkinci, mühasibat uçotu informasiyasının əlavə konsepsiyalarından biri, daha doğrusu ikincisi, consistency'dir. Consistency dedikdə, yəni davamlılığı, oxşar olaraq davamlılığı nəzərdə tuturuq. Yazaq adını birinci. Consistency. Əgər biz 2014-cü il ərzində IFRS standartlarını hansısa bir X, Y, Z formasında tətbiq etmişiksə, 2015-ci ildə də biz onu X, Y, Z formasında tətbiq etməliyik ki, consistency, yəni davamlılıq olsun. Buna nə aid ola bilər? Bir misal olaraq göstərim. Məsələn, biz amortizasiyanın düz xətli amortizasiyadan, yəni straight line depreciation metodundan istifadə etməyə başlamışıqsa, 2014-cü ildə, 2015-ci ildə double declining balance metoduna keçməyək. Əgər buna keçmək üçün xüsusi bir əsasımız yoxdursa. Bu adlanır consistency. Yəni, əgər biz 2014-cü ildə və 2015-ci ildə eyni straight line metod tətbiq ediriksə, bu adlanır consistency. Əgər birindən digərinə keçiriksə, consistency prinsipi pozulur. Yəni, bu demək deyil ki, həmişə pozulur. Yəni, hansısa bir xüsusi əsas varsa bizim bu konsepsiyanın birindən digərinə keçməyimizə, əlbəttə keçə bilərik. Lakin heç bir əsas olmadan sadəcə maliyyə hesabatlarını manipulyasiya etmək məqsədi ilə yaxud aktivləri şişirtmək, passivləri az göstərmək məqsədi ilə eləyiriksə, consistency pozulur və mühasibat uçotu hansısa bir mühasibat uçotunun əsas konsepsiyalarından birinə əməl olunmur, hansı ki, consistency bu halda. Bunun nömrəsini qoyaq 2. Keçək üçüncüyə, yəni axırıncıya bu halda. Business entity concept. The business entity concept. Burada söhbət nədən gedir?
maliyyə hesabatlarında, maliyyə hesabatları biznesi əlavə ayrı bir şəxs kimi, hüquqi şəxs kimi biznesə baxmalıdır. Yəni biznesi onun sahibkarlarından tamam ayırmalıdır. Bunu necə illüstrasiya etmək olar? Deyək bizim bir biznesimiz var. Biznes. Və həmin biznesin sahibi var. Hansı ki, deyək indi bu halda özümüzük. Maliyyə hesabatları bu ikisini bir-birindən ayırır. Biznes bir hüquqi şəxs kimi gedir. Biznesin sahibi başqa bir fiziki şəxs kimi gedir. Bir-birindən tamamilə ayrıdır. Biznesin sahibinin hansısa bir öz şəxsi pulu varsa, onun biznesə heç bir aidiyyəti yoxdur. Biznesin hansısa bir pasivi varsa, onun şirkətin təsisçisindən birbaşa aidiyyəti yoxdur. Əlbəttə gələcəkdə olacaq hansı növdə, amma ayrıca olaraq onun balance sheeti, P&L-i ayrıca olaraq göstərilməlidir. Yəni bir-birindən qatışmamalıdır qısası. Bu da mühasibat uçotunun digər konsepsiyaları.